2025'in dekabrında həyatında böyük dönüş nöqtəsi yaşayacaq bürclər. Astroloji baxımdan dekabr ayı taleyi dəyişən hadisələr, yeni başlanğıclar və karmik dönüşlər ayı olacaq. Bu dəyişikliklər ən çox aşağıdakı bürclərə təsir edəcək. Oxatan, uğur planetləri sizin yanınızdadır. Qismətiniz açılacaq, uzun müddətdir gözlədiyiniz fürsət gələcək. Yeni başlanğıclar həyatınızı dəyişəcək. Məsləhət: İnanın və hərəkət edin, taleyiniz sizi irəli aparır. Oğlaq, karyerada böyük sıçrayış, nüfuz artımı və ya mühüm bir tanışlıqla həyat istiqamətiniz dəyişə bilər. Məsləhət: Cəsarətli olun, taleyinizə yön vermək zamanıdır. Xərçəng, ailə, sevgi və ev sahəsində gözlənilməz, lakin xeyirli dəyişikliklər olacaq. Köhnə yaralar sağalır. Məsləhət: keçmişi buraxın, yeni dövr sizi gözləyir. Əqrəb, daxili dönüş, ruhani güc və gizli qorxuların aşılması ilə həyatınızın yeni mərhələsinə qədəm qoyacaqsınız. Məsləhət: dəyişiklikdən qorxmayın, o sizi azad edəcək. Buğa, maliyyə və şəxsi həyatınızda sabitlik yaranır. Uzun gərginlikdən sonra rahat nəfəs alacaqsınız. Məsləhət: yeni planlar qurmaqdan çəkinməyin, uğur sizi gözləyir. Bu 5 bürc Oxatan, Oğlaq, Xərçəng, Əqrəb və Buğa üçün dekabr 2025 həyatın istiqamətini dəyişəcək qədər güclü dönüş nöqtəsi olacaq. Çox gözəl sualdır. Şir və tərəzi bürcləri üçün də 2025-in dekabrı əhəmiyyətli olacaq. Amma onların dəyişimi biraz fərqli formada özünü göstərəcək. Şir dekabrda sizin üçün parlama və tanınma dövrü başlayır. Uzun müddətdir sönük qalan motivasiyanız yenidən alovlanacaq. Xüsusilə yaradıcılıq, sosial çevrə və sevgi sahəsində dönüş yaranır. Kainat sizi yenidən səhnəyə çıxaracaq. Məsləhət: özünüzü kiçiltməyin, bu dəfə işığınız çoxlarını isidəcək. Tərəzi, balans tapmaq, qərar vermək və emosional yükdən azad olmaq üçün dekabr çox önəmlidir. Köhnə münasibətlər, borclar və daxili ziddiyyətlər bir-bir çözüləcək. 2026-ya tam fərqli enerji ilə daxil olacaqsınız. Məsləhət: güzgüyə baxın və artıq hazıram deyin. Kainat sizinlədir. Yəni ümumilikdə, əsas dönüş nöqtəsi bürcləri Oxatan, Oğlaq, Xərçəng, Əqrəb, Buğa. Tənəffüs və yenidən doğuluş yaşayan bürclər Şir və Tərəzi.